2'ye və 3'e vurma mövzusuna dair ev tapşırığının izahı. Tapşırıqları yerinə yetirin. A. 2-dən sonra gələn ədədi 5'e vurun. 2-dən sonra gələn ədəd 3'dür. 3'ü 5'e vuraq. 3 vur 5 bərabərdir 15. B. 3 ədədinin 3 qatına 15 əlavə edin. 3 ədədinin 3 qatı, yəni 3 vur 3 bərabərdir 9'dur. 9'un üzərinə 15 əlavə edək. 9 üstə gəl 15 bərabərdir 24. C. 9 ədədinin 3 qatından 15 çıxın. 9 ədədinin 3 qatı, yəni 3 dəfə 9 deməkdir. 3 dəfə 9 bərabərdir 27. 27-dən 15 çıxaq. 27 çıx 15 bərabərdir 12. 3 qutunun hər birində 6 stəkan var. Stəkanlardan 5'i sındı. Neçə stəkan qaldı? Deməli 3 qutu var. Bu birinci qutu, ikinci qutu, bu da üçüncü qutu. Hər qutuda 6 stəkan var. Biz stəkanların ümumi sayını tapmaq üçün nə edirik? Qutunun sayını hər qutudakı əşya sayına vurarıq. Yəni 3 dəfə 6 bərabərdir 18 stəkan. Cəmi 18 stəkan var. Stəkanlardan 5'i sındı. Neçə stəkan qaldı? 18'dən 5'i çıxarıq. Bərabərdir 13. Cavab 13 stəkan qaldı. Həyətdə 7 inək, 10 toyuq var. Toyuq və inəklərin birlikdə cəmi neçə ayağı var? Uşaqlar, biz bilirik ki, bir inəyin 4 ayağı var. Bir toyuğun isə 2 ayağı var. Bir inəyin 4 ayağı varsa, 7 inəyin neçə ayağı olar? 7 dəfə 4 bərabərdir 28. 28 inəklərin ayaqlarının ümumi sayıdır. Bir toyuğun 2 ayağı varsa, 10 toyuğun neçə ayağı olar? 10 dəfə 2 bərabərdir 20. Toyuqların ayaqlarının ümumi sayısı 20'dir. Toyuq və inəklərin birlikdə cəmi neçə ayağı var? Neylərik? 28'in üzərinə 20 gələrik. 28 üstə gəl 20 bərabərdir 48. Cavab, toyuq və inəklərin birlikdə cəmi 48 ayağı var.